Qasım kişi, sən böyümək nəyə deyirsən? Bizim vaxtda belə deyildi. Bizim vaxtda böyümək deyəndə, yəni böyüyüb vicdanlı bir insan olacam deməkdir. Vicdan da ki, elə şeydir ki, tezləcə götürür. Onu təmiz saxlamaq da həyatını təmiz yaşamaqdan keçir. Belə məsələlər var. Qasım kişi, çox düz deyirsən, o vicdanı ən tez ləkələyən də elə pul olur. Bəli. Arada mənə deyirlər ki, ödəniş məsələlərində soruşuram, nə qədər ödəyim? Deyirlər ki, nə qədər ödəsən başının ucalığıdır. Cavabında deyirəm ki, pulu ilə başı ucalanların, pulu olmayanda başı aşağı olar. Qasım kişi, Bəli. sən bizə nəsihətlərində düzgün yol göstərdin. Mən sənin nəsihətlərini davam etdirirəm. Mən də sevinirəm. Budur da böyümək. Böyümək yekə kreslolu kabinetlərdə oturmaqla olmur ki. Bəli, pul adamı yekələndirir. Amma ürəklə görülən iş adamı ucaldır.